Burada götüreceğim budaq biri budur, çox zəifdir. Bunun üstündə tumurcuq da yoxdur. Baxmaq olar Ha, baxa bilərsiniz. Bax tumurcuq yoxdur. Hamısı yarpaqdır. Bax qara. Qara görünən hamısı yarpaqdır. Bunun məsəl üçün bu tumurcuqda və yaxud da yatmış tumurcuq da var qabığının altında. Aha. Günəş Var işığı mı burada göstərmək olar mı o cür tumurcuğu? adi burada gövdədə tumurcuq var. Ha, Yox, bu yatmış yoxdur. Yatmış tumurcuq görünmür, qabığının altında olur. Buradan gələn birilik budaqdır. Tamam. Bu cürlə gəl buna meyvə aldığımız halda gələn üçün buradan da təzə budaqlar gələcək bax bu cür. Aha. Sonra köhnə budağı kəsib atıb gələn il buradan gələn təzə budaq periodu verəcək. Hər il dəyişəcək bunu. Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Bu dəfə kanalımda ilk dəfə olaraq nektarin və şaftalı çeşidlərinin budaması haqqında video olacaq. Cəvan bəy, hər vaxtınız xeyir olsun. Hər vaxtınız İlk xeyir. öncə bu bağ haqqında bir məlumat verərdiniz. Bu bağ çeşidi, neçə illikdir, bütün bunlar haqqında məlumat verərdiniz. Bu çeşid kondenser çeşididir. Tamam. Tel sistemi ilə əkilib. Tel sistemi ilə əkilmiş bağdır. Neçinci yarpaqdır üzr istəyirəm Cəvan bəy? İkinci yarpaqdır. İkinci yarpaq. Bəli, bəli. Demək ki, bu il 2025-ci il. İkinci il tamam olacaqdı qışda. Qışda ikinci il tamam olar. Bəli, bəli. Onda belə çox keçən illəri əkilib. Bəli, bəli. Tamam, Keçən çox əkilib. gözəl. 2 il inkişaf gedib yəni. Bəli. 2 vegetasiyada. Tamam. Budama vaxtı ən birinci nəyə fikir verilməlidir? Aha. Əsas aqressiv budaqlar seçilməlidir, yoğun budaqlar. Ha, aqressiv deyəndə yəni yoğun budaqlar. Yoğun qalın budaqlar, bəli, bəli. Meyvəyə o qədər meyilli deyil, sadəcə inkişafı meyillidir, ağaca enerjini çəkənlərdir. Tamam. Bunlar seçici, özü ki, buradan elə bir ki, keçən il vurulubsa, buradan 1, 2, 3, 4, 5 dənə veçi verib. Tamam. Yəni buradan keçən illəri vurulubsa, bəli, bəli. Artıq buradan 1, 2, 3, 4, 5 dənə 5 dənə, bəli, lider gəlib. Aha. 5 dənə lider gəlib. Onlardan elə bir ki, bir dənə lider qalacaq, 4-ü çıxacaq. Tamam, Bəli, süper. onları seçək. Ən məsləhətçi hansıdsa, dik gedən hansıdsa, Aha. onu saxlayacaq inşallah ki, qalanları götürəcək. Sonra xırda işi görəcək inşallah. Həmin lideri seçərkən biz əsas nəyə fikir verməliyik? Əsas, Yəni onun yoğunluğuna mı, yoxsa yəni dikliyinə mi? Yəni biz bunu necə ayırd edə bilərik? əsas dikliyinə görə. Əsas dikliyinə görə. Qalanlığı o da önəmlidir. Bəli, bəli. Nazik olsun, əsas simlə bərabər çıxan, dik çıxan, simə yaxın olan əgər. Tamam. Əsas simə yaxın olandır. Dik gələn. Məsələn ki, bunu seçəcəyik biz. Bu məftilə, yəni bəli, bəli. izləyicilərimizə telekim sxemidir, aha. Bu məsələ bu nəzərdə götürülür. Aha. Bu simə daha yaxındır. Daha yaxındır, bəli. Tən ortadadır. Baxın bir dənə bunu göstərin. Tən ortadadır bax. Aha, simə və İnşallah bu seçiləcək. Tən ortadadır. Bəli. Bunları götürəcək inşallah ki, bax. Bax bu cür. Məndə elektron qayçıdır. Bax bu cür götürüləcək. 0 götürülür. Balları götürür, aqressiv zoğları götürür. Tamam. Bunlar zəif zoğlar gedir, sırf meyvə zoğlar gedir. Bəli. Bax bunu götürəcək inşallah ki. Bax fikir nətər açıldı. Qalır bir dənə lider, ana lider bu gedir. Bu liderlə tam başa kimi bunu böyüdəcək. Bəli, bəli. Tam ora çatana kimi. Aha, tamam. Ora çatana kimi, yəni bu inkişaf eləyəcək. Bəli, bəli. Bunları götürdük. Tamam, bir dənə qaldı. Lideri təyin elədik. Bəli. Əsas iş bu idi. Lider təyin eləmək. Ən əsas iş. Bunu təyin eləyəndən sonra bizim işimiz alt tərəfdəki budaqlardır indi. Bu xırda meyvə budaqlarını dəymirik. Xırda meyvə budaqlarını biz dəymirik. Xeyr, xeyr. Bir dənə lider saxladıq, xırda meyvə budaqlarını dəymirik. Tamam. Xeyr, xeyr. Ən axırda bunların işi olacaq. Bunların seyredilməsi olacaq. Çox əgər seyretmə olacaq arasında meyvə budaqlarından. Ən öncə lider seçdik. İndi keçir alt tərəfə. Yerə deyən budaq, herbisid vuranda yandıran budaqlar. Lap çox aşağı düşəndə alağın içində ilbiz deyir meyvəni. O biraz ziyan verir. Yəni aşağıda qalmaq məsləhət deyil. Xeyr, xeyr. Yeyə bilər, meyvəyə ziyandır. Abıçına teldən yuxarı olur. Teldən yuxarı olur. Teldən aşağı budaq saxlanmır. Tamam. Heç bir bağda belə şey yoxdur. Bu tel biraz hündürdən vurulub deyənə. Aha, biz göstərək izləyicilərimizə. Demək olar ki, biraz bu tel hündürdən 1 metr yuxarıdan vurulub demək olar ki. Halbuki 60 santdan gedir, bax buradan gedir. Bəli, bəli. Buradan geçsəydi, ən azından bax bunları götürərdi. Bax bunları götürüb, yoğun budaq, bu da götürülür, bu da. Bu da rəqib budaqdır, bunu götürülür. Bunu böyle saxlamaq olardı. Rəqibdə bir dənə Cəhan bəy izah edir, rəqib dediniz. Rəqib bax burada yoğun budaq. Bunu saxlasaq, bu yuxarıdakı liderinə rəqib olacaq. Tamam. Bu daha çox enerjini çəkəcək. Çox yaxın dediyinə, bəli. Bu yoğunlaşacaq, bu nazik qalacaq, enerjini aparacaq. Super, super. Halbuki bunlar ancaq sırf meyvə budağı, zəif meyvə budağı. Bu ola heç vaxt rəqib ola bilmir. Xeyr, xeyr. Bunlar ancaq meyvəni böyütməklə məşğul olacaq. Tamam. Enerji ancaq meyvəyə verəcək. Tamam. Bu güclü zoğlanma verib vəhşiləşən deyil. Ağaca enerjini kütləvi götürmür. Tamam. Sadəcə olaraq
Bunun gövdəsində indi nə bilinir ki, tumurcuqlar var. Sırf meyvə tumurcuğudur. Bax görürsüz baba. Yaxınlaşdırın. Ha, yaxınlaşdırın bax. Ha. Burada bax hər qıraqda bir də meyvədir, ortada yarpaq gəlir. Evet. Baba, ağ olanlar, ağ boz rəngdə olanlar, hər ikisi. Aha, Bax bir, bu tərəfdə də 2. Meyvədir, Aha. ortadakı yarpaqdır. Tamam. Bəli. Bax bu ancaq bir dənə meyvədir, bax o tərəfdəki. Baba Bir bax. dənə meyvə. Ha, bu bir dənə meyvədir o tərəfdəki. Qalan qırağındakı yarpaqdır. Burada bir Aha. dənə meyvədir. Bunlar konteyner şaftalı çeşidində nektarında cüt-cüt gəlir. Meyvələr. Bəli, cüt-cüt gəlir. Tək gələn də var. Amma içində normal tumurcuq yetişibsə, ağac güclüdsə əgər, normal gübrələmə aparılıbsa, günəş işığı yaxşı deyibsə, Hı. cüt-cüt yetişir tumurcuq. Aha. Yox, əgər bəs qulluq bir zəif olubsa, günəş işığı bir zəif olubsa, lider sayı da çoxdursa, əgər enerjini o aparıbsa, Aha. orada tumurcuq bir zəif yetişir. Cüt-cüt olmur, tek olur, cüt olur, belə olur. Hamısı cüt Yəni üzr olmur. istəyirəm, yəni kondenser çeşidində meyvənin cüt-cüt yetişməsi əslində yaxşı bir göstəricidir. Bəli, liboy ağacda nektarin, konteyner fərqi yoxdur. Aha. Şaftalı nektarin fərqi yoxdur. Şaftalı və nektarində cüt-cüt yəni meyvəyə Bəli, gəlməsi bəli. o bir-birinə mane olmurmu o? Xeyr, xeyr. Onsuz da seyretmə aparılacaq. Tamam. Meyvə vaxtı seyretmə aparılır. Bax bunda aşağıdakı budaqları da, bax bunu da götürsək. Bax bunu da götürsək, bunlar lap zəif budaqlardır, bunlara ehtiyac yoxdur. Bax bunu saxlayacaq yerə dəymir. Bax Tamam. gördüyünüz kimi. Ha, uzadırıq. Ha, belə, bəli, bax. bəli. Bir Bax bu da o- eğilsə yerə dəymir. Bax. Ha, biz Şu. bunu əlimizlə əyib Bax, meyvəsi bax, vaxtı bax. Bu yerə dəymir. Yerə dəymir. Meyvə olsa ortada olacaq. Belə ehtiyac olarsa ucunu vuraraq saldıq. Aha. Yoxsa ehtiyac yoxdur. Çünki bunları da götürsək biz, Aha. bu boş qalır 1 metrə. Bu bağbana itkidir. Bağban üçün məsələn rasxoddur, meyvə də gedir. Yəni, Hə. məhsuldarlığı az olacaq. Az olacaq, bəli, məhsuldarlıq az olacaq. İndi burada nəyi götürəcəyik biz? Bu biraz dik gedən budaqdır. Bunu götürürük. Bax bu zəif budağı da götürürük. Bunun üstündə olan meyvədə kalibr almır, zəif Ha, olur. o zəif budaq. Ha, bu dik görünsə də budaq, Aha, sırf meyvə budağıdır. Aha. Bu əyiləcək meyvənə. Tamam. Bu da əyiləcək. Burada götürəcəyimiz budaq biri budur, çox zəifdir. Bunun üstündə tumurcuq da yoxdur. Baxmaq olar. Ha, bir də, bax, hə. bax, baxa bilərsiniz. Bax tumurcuq yoxdur. Hamısı yarpaqdır. Ha, Bax qara. Qara görünən hamısı yarpaqdır. Qara görünən hamısı yarpaq. Bəli, bəli. Tumurcuq Boz olanda- rəngdə olan, Ha, boz rəngdə olur, bəli. Tumurcuq olur. Boz rəngdə Tamam, yəni olur. bunun saxlanması ehtiyac yox. Ehtiyac yoxdur. Yəni Sadəcə o enerji enerji Ha. alacaq pis yoxdur, harda getdi. Bu belə. Bu tərəfdən də xırda budaq bir dənə götürürük. Bax bu tərəfdə biraz sıxlıq var. Onu da götürdük. Aha. Biraz gedir yuxarı tərəfə. Bir də Ha, onu aha. məndə xəbər Aha. edin, çatdıra bilir misiniz? Ha, bu tərəfdə də bir xırda budaq var. Buna ehtiyac yoxdur. Ha. Ki budaqları seyr etməyin mənası nədir? Aha. Müsbət cəhəti nədir? Həm də ki kifayət qədər bunun üstündə budaq var, meyvə budağı. Hı. Artıq saxlama ehtiyac yoxdur. Tamam. Bunu götürdüyümüz halda nə baş verir? Bunun məsəl üçün bu tumurcuqdan və yaxud da yatmış tumurcuq da var qabığın altında. Aha. Günəş Var işığı mı burada göstərmək olar mı o cür tumurcuğu? adi burada gövdədə tumurcuq var. Ha, Baba, baba. dediyiniz Yo, yo, tumurcuq bu yatmış- ağacda yoxdur. Yatmış tumurcuq görünmür, qabığın altında olur. Ha, o üzə çıxandan sonra bəlli olur. Bəli, bəli. Ha. Bunu sərt budadıq da biz. Aha. Burada ümumiyyətlə tumurcuq olmasa, burada sərt budasa bunu, Aha. bu qabığın altında 3 dənə, 5 dənə və yaxud 10 dənə vəkilib çıxacaq. Ha, Qabığın dəlib altına. çıxacaq. Bəli, bəli. Bu qabığın altında olur. Tamam. Yatmış tumurcuq deyilir ona. O gözlə görünmür. Bunlar halbuki görünən tumurcuqlardır. Bunları götürməyin səbəbi odur ki, seyrəldib aralarından həm meyvə götürücü iri, kifayət qədər tumurcuq da var, kifayət budaq da var. Artıq saxlamaya ehtiyac yoxdur. Meyvə kifayət qədər var. Buna bəs günəş işığı dəydiyi zaman gələn il üçün bu cür təzə budaqlar olacaq 1 illik. Ha, bu illik təzə Ha, budaqlar, günəş meyvə işığı budağı dəydiyi var. zaman bəli, meyvə budaqlar olacaq gələn il üçün. Bax belə meyvə budaqları görürsüz ki, baba, sırf buradan çıxıb. Bax fikir verin, sırf gövdədən çıxıb. Buna pika kəsib, pikadan gəlməyib. Qusofdan Ha. gəlmir. Sırf buradan gələn 1 illik budaqdır. Tamam. Bu cürlə buna meyvə aldığımız halda gələn il üçün buradan da təzə budaqlar gələcək. Bax bu cür. Aha. Sonra köhnə budağı kəsib atıb gələn il buradan gələn təzə budaq periyodu verəcək. Hər il dəyişəcək bunu. Təzə budaqların dəyişəcək bunu. Ha, o şərtdirmi? Bəli, bəli, təbii O ki. cür olunmasa artıq o Köhnə budağın üstündə qocalacaq. Ha. bəli, kalibr almayacaq. Ha, meyvə olacaq amma kalibr almayacaq. Meyvə olacaq, kalibr almayacaq. Köhnə budaqların yenilənməsi şərtdir, düzdürmü Ceyhun bəy? Bəli, bəli. Səbəb də nə idi? Köhnə budağın qalması, yəni 2 illik budaq sayılır. Bu il məsələn ki 1 illik budaqdırmı bu? Bəli. Gələn il bundan meyvə götürüb, Aha. bunu kəsib götürməliyik. Gələn yay bunda meyvə olacaq. Bəli, bəli. Ha. İnşallah ki meyvə olar. Tumurcuq da var kifayət Ha. kimi, kifayət qədər. Bundan meyvəni götürüb kəsib götürməliyik ki, təzə budağını əvəz eləməliyik. Aha. Götürmədən zaman nə baş verir? Götürməyəndə nə baş verir? Nə baş verir? Bunun məsəl üçün bu hissəsində bura kimi Hı -hı.
tumurcuq güclü formalaşmır. Zəif tumurcuq formalaşır. Bir də uç tərəfdən inkişaf etmiş zoğda olur meyvə. Tezə zoğ. Bəli. Bu ucuna təzə zoğ gəlirsə əgər, Hı -hı. o da ağacdan çox uzaq olur. O da gücü çatdıra bilmir enerjini o meyvəyə. O da qaliba xırda qalır. Kalibrdə xırda oldu, xüsusən nektarin və şeftali Bəli, üzərində bəli, qiymətlə sərf eləməz. Kalibr alın. Məsələn ki, təzə budaqda məsələn ki, bu 70-80 kalibr alacaqsa, köhnədə alır 50-60 kalibr. Tamam. 10, 20, 25, 30 kalibr az alacaq ondan. Ha, Bu da itki nə qədər gübrə versən də buna, teri. köhnə budaq olduğuna görə kalibr almayacaq. Bu sir Tamam. ondadır. İndi bunun bir yekun, yəni tam bitmiş formasını izləyicilərimizə göstərək. Bu Bəli. artıq Ceyhun bəy bitibmi? Xeyr, bu qalıb yuxarı tərəfi. Eləyirikmi? Bəli, bu baş tərəfini də vuraq. Bax, bunları saxlayırıq. Bax, bunları saxlayırıq. Bunun üstündə meyvə var. Bax, meyvə tumurcuqları var. Biz baxırıq, Bəli. boz rəngdə var. Bəli, meyvə tumurcuqları var. Bax, bu. Görürsünüz, Bəli. meyvə tumurcuqları var. Bunda da var kifayət qədər. Ha. Xırdaları götürürük. Bax, xırdaları götürürük. Bunlar Klasik ehtiyac meyvə yoxdur. tumurcuğu yoxdur. Ya da var. Olsa da çox zəif olacaq. Aha. Ehtiyac yoxdur onlara. Bunlarda kifayət qədər var. Aha. Zəiflərini götürürük. Bax, baş tərəfini biraz yuxarıdan çəkin. Bunda bu da məsəl tərəfdən ki, biz çəkin. götürürük. Bir də tumurcuq seçirik buradan. Bax. Burada tumurcuq seçirik. Tumurcuğu Bax, göstərim də. bax. Bu meyvə tumurcuğu deyil. Sadəcə olaraq vegetativ tumurcuqdur. Bu tərəfdən görsəm bir Ha. işıq çöy. Olar mı o bir tərəfdən Ha. çəkəsiniz? Ola bilərmi Ha. belə bir şey? Olar inşallah, Siz bu olar. tərəfə keçin. Aha. Ha, bu tərəfdən Aha. çəkin. Tamam. Bax, bu tumurcuq vegetativ tumurcuqdur. Ha, bu tumurcuq Bəli, burada olan tumurcuqlar, bax, vegetasiya tumurcuğudur. Meyvə tumurcuğu getmir. vegetativ tumurcuq dedikdə isə Yəni lider aparan meyvə tumurcuq. tumurcuğu deyil. Xeyr, meyvə tumurcuğu deyil. Yəni budaq üçün, zoğ Bəli, üçün bəli. zəruri. Liderin boyunu davam etdirmək üçün. Ha, tamam. Bax, bunu buradan vururuq. Tamam. Onu da götürürük qırağından. Bu qalsa məsəl ki, bu da qala bilər. Ya götürək bunu zəif olmazsa. Bu davam elətdirəcək lideri. Belə vurduğumuz halda Bu lider davam edəcək. Bəli, bəli. Buradakı tumurcuq. buna gəlsə məsəl ki, yanından bir dənə ya iki dənə gələ bilər. Aha. Rəqib kimi. Yox əgər biz saxlasaydıq onu, O birisiləri. qaldı. Bax bunu saxlasaydıq, Ha. kəsməsəydik, Tamam. buradan avtomatik bax buradan da gələcək biri, 2, Hara 3. gələcək? Bax bunların uclarından Ha. rəqib olacaq. Yəni çoxlu Orada lider olacaq. Bəli, Yəni, bəli, 5 dənə, 6 dənə və ya 8 dənə lider gələcək. Özdəki bir zəif inkişafla gələcək. Tamam. Ancaq onu vurduğumuz halda inkişaf sürətli olur. Sırf enerji ora gedir. Lider davam elətdirir bu oyunu. Tamam. Yəni bu ağac üçün axır yekun bir budama versiyası budurmu Ceyhun? Bəli, kifayət qədər bulaqlar görə bilərsiniz. Bax, sırf meyvə budaqlardır. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22. Hı. 22 budaq. Yəni, Təxmini bunları saysaq, saydınız, ha. bəli, o pis hamısını saydım. Bu meyvə budaqlarını saydınız. Bəli. Və bu da son, yəni budanmış, tel əkim sxemi üzrə əkilmiş şaftalı çeşidinin Yekun yekun budaması. forması, budama forması. Yarpaq üstündə sıx görünə bilər. Bu qış budaması mı gedir? Bəli, qış budamasıdır. Bu yarpaq üstündə deyənə bu dəvə. Ha, Bu birə-bir sıx görünə bilər. ha. Ay yarpaq töküldüyü halda Yəni seyrəkdir. tam Bəli, görəcəksiniz ki, doğrudan ideal qaydada budanıb. tamam. Yarpaq Təşəkkür üstündə edirəm. deyənə qaydada ola bilsə sıx düşsün. Tamam Ceyhun bəy, təşəkkür edirəm. İndi izləyicilərimizin kimin nəsə sualı olar, təklifi olar, yəni şərh bölümünə yaza bilər və biz də məmnuniyyətlə oxuyub bacardığımız qədər cavablandırmağa çalışarıq. Və dəyərli izləyicilər, izlədiyiniz üçün təşəkkür edirəm. Kanala abunə olmağı, bəyənib paylaşmağı unutmayın. Növbəti videolarda görüşənədək.